Bildiyimiz kimi Təhsil Keyfiyyət Təminatı Agentliyinin fəaliyyət istiqamətlərindən biri də təhsil müəssisələrinin akkreditasiyasını həyata keçirməkdir. Bu istiqamət çərçivəsində ekspert hazırlığını həyata keçirmək də bizim öhdəliklərimizdən biridir. Bu fəaliyyət istiqamətini həyata keçirmək üçün 6 və 7 may tarixlərində 4 praktiki görüş təşkil olundu və bu simulyasiya görüşləri zamanı 50-yə yaxın ekspert akkreditasiyaya dair nəzəri biliklərini praktikada təcrübə etmək imkanı qazandı. Simulyasiya nədir? Akkreditasiya prosesində peşəkar ekspert hazırlığın əsas şərtlərindən biridir. Bu mərhələdə iştirakçılar nəzəri biliklərini real akkreditasiya mühitinə yaxın şəraitdə tətbiq edirlər. Onlar şərti təhsil müəssisəsini qiymətləndirir, sübutlar əsasında təhlil aparır və yekun hesabat hazırlayırlar. Simulyasiya prosesi ekspertlərin analitik düşünmə, təhlil etmə, hesabatlılıq, kommunikasiya və komanda ilə işləmə bacarıqlarını qiymətləndirməyə imkan verir. Qeyd etmək istərdik ki, Akkreditasiya Komissiyasının əsasnaməsinə uyğun olaraq sertifikatların etibarlılıq müddəti 3 ildir. Buna uyğun olaraq akkreditasiya prosesində iştirak etməyən ekspertlərimiz də təlimlərə və yaxud da simulyasiya prosesinə cəlb olunurlar. Təhsildə Keyfiyyət Təminatı Agentliyində ekspert kimi yenidən cəlb olunduğum üçün özümü çox şanslı hiss edirəm. Bu simulyasiyada iştirak edərək öz əvvəlki biliklərimi yenidən təkmilləşdirdim və çox möhtəşəm komanda ilə birgə fəaliyyət göstərərək özünü təhlil hesabatında oxuduq, araşdırdıq, çatışmayan cəhətləri bir-birimizlə müzakirə etdik və qarşıya qoyulan məqsədləri uğurla tamamladığımızı düşünürəm. Ümid edirəm ki, gələcəkdə bizim əməkdaşlığımız davam edəcək və bu sahədə öz bilik və bacarıqlarımızı daha da inkişaf edərək agentliyə və eyni zamanda ölkəmizə öz töhfələrimizi vermiş olacağıq. Son günlərdə, son bir ayda ki, bizə elektron formada simulyasiya görüşü haqqında bizə informasiya gələndə, bütün bu təəssüratların nəticəsi olaraq mən çox sevindim və məmnuniyyətlə bu məsələyə qoşulmaq qərarını verdim. Və bu mənada mən çox təşəkkürümü bildirmək istəyirəm öz komanda adımızdan, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin, onların işçilərinə, bu Güləröz xanımlarımıza və rəhbərliyinə öz təşəkkürümü bildirmək istəyirəm və bu sahədə sizə uğurlar arzulayıram. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin bugünkü təşkil etdiyi simulyasiya bir ekspert olaraq və 25 illik təcrübəyə malik bir mütəxəssis olaraq mənim üçün çox faydalı oldu. Həm burada ekspert kimi çıxış elədik, həm ali təhsil müəssisəsi kimi çıxış etdik və çox şad oldum ki, bizim digər tərəf komandamızda çox hazırlıqlı idi və bu işə məsuliyyətlə yanaşmışdılar. Hər iki tərəfimiz üçün mən düşünürəm ki, həm əlaqə yaranmasında, eyni zamanda təcrübə paylaşmasında, faydalı olmamızda böyük bir kömək oldu. Öz adımdan və komanda adımdan Təhsildə Keyfiyyət Təminatı Agentliyi rəhbərliyinə və digər ekspertlərə dərin minnətdarlığımı bildirirəm ki, bu cür bugün şəffaf, rahat bir mühit yaratdılar bizim üçün. Digər ekspertlərə də buradan səslənərək deyirəm ki, simulyasiya çox yaxşı bir təcrübədir. Bir daha bütün ekspertlərə agentlik adından təşəkkürümüzü bildiririk, vaxt ayırıb bu prosesdə töhfə verdikləri üçün və gələcək fəaliyyətlərində uğurlar arzu edirik.